Marniyoldə Azərbaycanın Gürcüstandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun xatirəsinə ehsan süfrəsi açılıb. Mərasimdə mərhum diplomatın qardaşı, Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin baş direktoru Mahir Məmmədov, parlament üzvləri Savalan Mirzəyev və Zaur Darğallı, Marniyol meri Daur İsmailov, Bələdiyyə Məclisinin sədri Amiran Georgadze və yerli deputatlar, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, Şərqi Gürcüstan müftisi Etibar Eminov, eləcə də diplomatlar, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər. Anım mərasimi Marniyoli Mərkəzi İmam Əli Məscidinin axundu İmam Cümə Hacı Hacıyevin Qurani Kərimdən ayələr tilavəti etməsi ilə başlayıb. وبالفاتحة مع الصلوات اللهم صل على محمد وآل محمد بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين. Çıxış edən din xadimi Dursun Həsənovun Gürcüstana və doğma yurdu Marniyoliyə bağlılığından danışıb və ruhuna dualar edib. Mərasimin sonunda iştirakçılar Ramiz Həsənova başsağlığı veriblər.